ki, hər biriniz yaxşı olarsınız. Bu günləri biz fizika 8-ci sinif yeni dərslikdən əvəzləyici qüvvə mövzusunun öyrəndiklərinizi tətbiq edin, öyrəndiklərinizi yoxlayın, tapşırıqlarının izahına baxacağıq. Gəlin başlayaq birinci sualdan. Birinci sualda deyir ki, cisim masa üzərində sükunətdədir. Bu cisimə sürtünmə qüvvəsi təsir edirmi? Birincisi şərti oxumaq lazım. Deyir ki, cisim sükunətdədir. Cisimin sükunətdə olması üçün hansı şərt ödənməlidir? Biz bilirdik ki, bir cisim sükunətdə olması üçün ona təsir edən əvəzləyici qüvvə sıfıra bərabər olmalıdır ki, o cisim neynəsin? Sükunətdə qalsın. İndi, gəlin bu cisimə tətbiq olunan qüvvələri hər bir göstərək. Biz bilirik ki, hər bir cisimin mərkəzdən aşağı doğru bir MC'si var. Yəni, ağırlıq qüvvəsi var. Ya da ki, sadəcə F ağırlıqda yaza bilərsiniz. MC də yaza bilərsiniz, sadəcə F ağırlıqda yaza bilərsiniz. Demək, bir dənə nəyimiz var? Bizim ağırlıq qüvvəmiz var. Sonra, bizdə ip var. Burada görürsünüz, ipdir bu. Düz deyil. İp olanda da demişdik ki, ipin gərilmə qüvvəsi də yaranır. Yəni, ipdən bir yük açılıbsa, orada həm də nə yaranırdı? İpin gərilmə qüvvəsi yaranırdı. İpin gərilmə qüvvəsi eşidirəm oradan deyirsiniz ki, T hərfindən yaranırdı, böyük T ilə. Və ip boyunca yuxarı yönəldiyində demişdik. İpin gərilmə qüvvəsi də belə yönəlir. Sonra, bu eyni ipdir, düz deyil. Eyni ipdə eyni qüvvə yaranır həmişə. Ona görə də burada da yenə T yaranacaq, ipin gərilmə qüvvəsi var və ip boyunca yuxarıya doğru yönəlir deyə belə olmuş olacaq. Biz ipin gərilmə qüvvələrini göstərdik. İndi bu cisimin sükunətdə qalması üçün ipin gərilmə qüvvəsi bu tərəfə doğrudur. Həm də ağırlıq da istəyir ki, bu cisimi aşağı doğru darsın. İndi bu cisim əgər sükunətdə qalıbsa, demək ki, bu ipin gərilmə qüvvəsinə və ağırlıq qüvvəsinə malik olan bir qüvvə var ki, bu cisim nə edib? Sükunətdə qalıb. Biz də demişik ki, bu qüvvə hansı qüvvədir? Təbii ki, də sürtünmə qüvvəsidir. Sürtünmə qüvvəsi həmişə hərəkətin əksinə yönəlir. Məsələn, sürtünmə qüvvəsi bu tərəfə doğru yönələcək, F sürtünmə. Hərəkətin əksinə yönəlir və hərəkətin əksinə yönəldiyinə görə də təbii ki, hərəkətdə nə etmək istəyir? Mane olmaq istəyir də. Məsələn, burada ipin gərilmə qüvvəsi 20 Newton'dursa, sürtünmə qüvvəsi də gərək 20 Newton olsun ki, bunlar bir-birinə bərabər olsun ki, bu cisim nə etsin burada? Sükunətdə qalsın. Bu cisimə təsir edən də bir ağırlıq qüvvəsi var. Yəni, F ağırlıq buna da təsir edir. Amma bizə hərəkəti etdirən bu aşağı olan bu ağırlıq qüvvəsi də düz deyil. Ona görə də biz əsas bu qüvvə lazım idi bizə. Bunların da hamısını göstərdik. Demək ki, bu cisimə həqiqətən də bir sürtünmə qüvvəsi təsir edirmiş ki, bu cisim nə etsin? Sükunətdə qalsın. O sükunətdə qalmasaydı, o da o hal üçün də baxa bilərdik. İndi deyir ki, təsir edən qüvvələr diaqramını göstərin. Təsir edən qüvvələr göstərdiyi ipin gərilmə qüvvəsidir. Sürtünmə qüvvəsi onun əksinə, yəni sol tərəfə yönələcək. Bir də bizim ağırlıq qüvvələrimizdə onsuz da hər bir cismin mərkəzindən aşağı doğru bir ağırlıq qüvvəsi var. Gəldi ikinci suala. İkinci sualda deyir ki, şəkildəki qüvvələrin əvəzləyicisini tapın. Şəkildəki qüvvələr gəlin baxaq biz. Bizim 10 Newton bu tərəfə doğru bir qüvvəmiz var. Bir dənə də 10 Newton bu tərəfə var. Bir də 15 Newton bu tərəfə doğru bir qüvvəmiz var. Biz bilirik ki, cisimlərə eyni istiqamətdə qüvvə tətbiq olunanda biz əvəzləyici qüvvəni tapmaq istəyiriksə, o qüvvələri toplayırıq. Yəni, mən burada bu iki dənə cisim eyni istiqamətdə, iki dənə qüvvə eyni istiqamətdə olduğuna görə bunların əvəzləyicisini tapmaq üçün nə edəcəm onları? Toplayacam. Onda F əvəzləyici olacaq 20 Newton. Ondan 10 cəmi 20 Newton. İndi 20 Newton bu tərəfə doğru bir qüvvə var. 20 Newton bu tərəfə doğru bir qüvvə var. 15 Newton da onun əksinə yönəlir. Aha. Əks istiqamətdə olanda qüvvələrin əvəzləyicisini tapmaq üçün nə edirdik? Çıxırdıq. İndi mən özdə böyükdən kiçiyi çıxaram. 20-dən 15 çıxaram. Deyərəm ki, neçə Newtonda əvəzləyici qüvvə? 5 Newtonda. Əvəzləyici qüvvə 5 Newtonda. Bir də istiqamətini də soruşsaydı sizə, təbii ki, əvəzləyici qüvvə həmişə böyük qüvvə istiqamətində yönəlir. Böyük qüvvə burada sağ tərəfə yönəlmişdir. Ona görə deyəcəksiniz 5 Newton və istiqamətdə olacaq. Sağ tərəfə yönəlmiş olacaq. Ümumiyyətlə, qüvvələrin biz əvəzləyicisini necə yadımıza saxlaya bilərik? Eyni istiqamətdə onda toplayırıq, əks istiqamətdə onda çıxırıq. Düşünün ki, bir dənə cisim var. Bir dənə cisimi sən də yuxarıda artırsan, mən də yuxarıda artıram. İkimiz də yuxarıda artırıq. Məsələn, mən 10 Newtondan dartıram, sən də tutaq ki, 20 Newtondan yuxarıya doğru dartırsan. Təbii ki, bu cisim daha tez yuxarıya qalxmayacaq. Yəni, daha rahat qalxacaq da ikimiz bir-birimizə kömək edirik. Bir-birimizə kömək edirsə və eyni istiqamətdə də aparırıqsa, daha rahat qalxacaq. Yəni, bu cisimə tətbiq olunan qüvvə daha çox olacaq ki, bu daha rahat necə yuxarı qalxacaq. Amma düşün ki, yəni, ona görə də mən buradakı qüvvələri təbii ki, toplamalıyam da. Amma düşün ki, sən bunu yuxarıya dartırsan, mən də bunu aşağıya dartıram. Sən məsələn 20 Newtondan dartırsan, yenə mənsə 10 Newtondan dartıram. Nə olacaq? Bu cisim axı yuxarı getməyə çalışacaq, ya aşağı getməyə çalışacaq. Kimin gücü çoxdursa, kimin qüvvəsi çoxdursa, onu tərk edəcəkdir cisim. Yəni, sən 20 Newtondan dartırsansa, mən 10 Newtondan dartıramsa, bu cisim təbii ki, hara getməlidir? Yuxarıya doğru getməlidir. Çünki sənin qüvvən məndən daha çoxdur. Yuxarıya doğru getməlidir və dediyimiz kimi, yəni burada maneə yaranıraq bu cisimin hərəkətində. Ona görə də bu qüvvələr nə etmək lazımdır? Bir-birindən çıxmaq lazımdır. Gəldik biz 3-cü suala. 3-cü sualda deyir ki,
bir cismə eyni istiqamətdə bir neçə qüvvə təsir edirsə, həmin qüvvələrin əvəzedici sıfır ola bilərmi? Qüvvə diaqramı çəkərək cavabınızı əsaslayın. Deyir ki, eyni istiqamətdə bir neçə qüvvə təsir edirsin. Gəlin göstərək. Bir dənə eyni istiqamətdə bir dənə cisimimiz olsun. Buna tutaq ki, F1 bərabərdir 10 newtonla təsir eləsin. Tutaq ki, F2 də təsir eləsin, məsələn, 20 newtonla. Bunlar eyni istiqamətə yönəldilər, düz deyil. Deyir ki, biz eyni istiqamətdə bir neçə qüvvə təsir edir. Eyni istiqamətdə təsir edən ikilərin qüvvəni göstərdim mən. İndi biz dedik ki, bunların əvəzedicisini tapanda nə edirik? Eyni istiqamətdə olan qüvvələri biz toplayırıq. Mən indi burada əvəzedici qüvvəni tapmaq istəyirəmsə, F əvəzedici. Bunları toplayacağım, o da neçə eləyəcək? 30 newton eləyəcək. Yəni. Bu mümkün deyil ki, eyni istiqamətdə bir neçə qüvvə təsir etsin və onun əvəzedici qüvvəsi sıfıra bərabər olsun. Çünki biz eyni istiqamətdə olanda qüvvələrini eləyirik, həmişə toplayırıq. İndi, amma bu nə zaman mümkün olardı? Məsələn, bunlar yönəliblər ikisi, bir tərəfə də bundan bu yana doğru da bir F bərabərdir 30 newton qüvvə təsir edib. Bunların ikisinin cəmi 30 newton eləyir, ikisinin cəmi 30 newton eləyir və onda ikisinə bir dənə eləmiş oldu, 30 newton təsir eləmiş eləyirdi. Onda bunlar bir-birindən çıxmalıyıq, onda nə eləyərdi qüvvə? Sıfır olardı. Yəni, bir cisimə təsir edən əvəzedici qüvvənin sıfır olması üçün onlar bir-birinə əks yönəlməlidirlər və əks istiqamətdə yönəlməlidirlər və bir-birlərinə də bərabər olmalıdırlar ki, onlara çıxanda nə olsun? Sıfır olsun. Gəldi indi öğrencilərinizi yoxlayın tapşırığına. Birinci sualda deyir ki, əvəzedici qüvvə nədir və necə müəyyən edilir? Biz əvəzedici qüvvənin tərifini dərsdə də görmüşdük, yəni dərslikdə də var idi. Deyir ki, bir cisimə təsir edən bütün qüvvələrin təsirinə bərabər olan qüvvəyə əvəzedici qüvvə deyil. Həqiqətən də nədir? Məsələn, tutaq ki, bir dənə cisimə mərkəzdən aşağı doğru ağırlıq qüvvəmiz var idi, dayanın reaksiya qüvvəsi var idi, eynən işarə olunurdu. Məsələn, atıram bu tərəfə doğru bir dənə dartı qüvvəmiz olsun və ya əksinə yönəlmiş bir dənə sürtünmə qüvvəsi olsun. Yəni biz nə edirdik? Bu dartı ilə sürtünməni bir-birindən çıxırdıq, əks istiqamətdə yönəlib deyə. Sonra MJ-dən eli çıxırdıq. Hamısı əvəzedici qüvvəyə bərabər idi, düz deyil. Həqiqətən də yəni əvəzedici qüvvə nə oldu? Bu cisimlə təsir edən bütün qüvvələrin təsirinə bərabər olan bir qüvvə oldu. Adından göründüyü kimi əvəzedici qüvvə, yəni qüvvələri nə edir? Əvəz edir. Və necə müəyyən edilir deyirsə, dedik ki, bayaqlar izahında verdim. Eyni istiqamətdə olanda qüvvələri toplayacağıq. Bir cisimə eyni istiqamətdə qüvvə təsir edirsə, onları toplayırsınız. Əks istiqamətdə qüvvələr təsir edirsə, onları nə edəcəksiniz? Çıxacaqsınız. Gəldik ikinci suala. Deyir ki, şəkildəki cisimlərin hər birinə 2 qüvvə təsir edir. Hansı hallarda əvəzedici qüvvələr bərabərdir? Gəlin baxaq A-ya. A-da görürük ki, sağ tərəfə bir dənə 9 newtonum var. Yenə sağ tərəfə doğru bir 5 newtonum var. Eyni istiqamətdə yönəliblər. Onda bunlar nə etməliyik? Eşidirəm oradan. Deyirsiniz ki, toplamalıyıq. 9-un üstünə 5 gələrəm, əvəzedici qüvvəni tapmaq üçün. 9 üstə gəlsin 5, o da neçə eləyər? 14 newton eləyər. Demək ki, bu cisimə təsir edən əvəzedici qüvvə nə qədər oldu? 14 newton olmuş oldu. Sonra gəldik o birisinə, B variantına. B variantında da yenə 2 dənə qüvvə təsir edir. Və bu 2 dənə qüvvənin yuxarıya doğru yönəliblər. Bu da yuxarıya doğru yönəlib, bu da yuxarıya doğru yönəlib. Yəni, eyni istiqamətdə tətbiq olunublar. Eyni istiqamətdə tətbiq olunubsa, yenə bunları toplamaq lazımdır. 6 ilə 8-in cəmi yenə neçə eləyəcək? 14 newton eləmiş olacaq. Sonra baxırıq buna. Burada aşağıya doğru bir dənə 4 newton var. Bir də yuxarıya doğru bir dənə 18 newton var. Əks istiqamətdə yönəliblər. Bəs əks istiqamətdə yönələndə nə edirik? Təbii ki, də qüvvələri çıxırdıq. Çıxırıqsa onda 18-dən 4-ə çıxaram. Neçə eləyər? 14 newton eləyər. Onda buradan nə çıxdı? Demək ki, bütün qüvvələr bir-birinə nə imiş elə? Bərabər imiş. Yəni, bütün əvəzedici qüvvələr bir-birinə bərabər imiş. Çünki hamısı nəyə bərabər idi? 14 newtona bərabər idi. Gəldik 3-cü suala. 3-cü sualda deyir ki, cisimə təsir edən qüvvələrin əvəzedicisi sıfıra bərabərdir. Qüvvə diaqramı çəkin və şəkildəki təsvir olunmuş qüvvəni diaqramda göstər. Yaxşı. Deyir ki, cisimə təsir edən qüvvənin əvəzedicisi sıfıra bərabərdir. Birincisi, cisimə təsir edən qüvvənin əvəzedicisinin sıfıra bərabər olması üçün demişdik ki, bu cisimə tətbiq olunan qüvvələr əks istiqamətdə yönəlməlidir və bir-birinə bərabər olmalıdır ki, bunları çıxanda nə edəsən? Sıfır edəsən. Gəlin, indi biz bu şəklə baxaq. Biz bu şəklə baxanda görürəm ki, buna sol tərəfə bir dənə 9 newton tətbiq olunub. Yenə bir dənə də sol tərəfə 9 newton qüvvə tətbiq olundu. Bunlar eyni istiqamətdə tətbiq olunublar, düzdür. Onda mən bunları nə etməliyəm? Toplamalıyam da, çünki eyni istiqamətdə tətbiq olunublar. Onda bunları toplayanda 18 newton eləyəcək. Demək ki, mənə sol tərəfə doğru ümumi qüvvə, bunların ümumisi nəyə bərabər imiş? 18 newtona bərabər imiş. İndi, əvəzedicinin sıfıra bərabər olması üçün sizcə bununla eyni istiqamətdə bir qüvvə tətbiq olmalıdır, yoxsa əks istiqamətdə? Təbii ki, də deyirsiniz ki, mənim əks istiqamətdə.
Çünki əks istiqamətdə olanda mən bunları bir-birindən çıxırdım. Buna bir dənə əks istiqamətdə bir qüvvə təsir etməlidir. Bəs neçə newton təsir etməlidir? Təbii ki, o da 18 newton olmalıdır ki, mən bunları bir-birindən çıxanda nə versin? Mənə 0 versin. Yəni burada sol tərəfə 18 newtona əksinə sağ tərəfə bir dənə 18 newton qüvvə təsir etsə, bu nə olmuş olacaq? Bunların əvəzləyici qüvvəsi 0-a bərabər olmuş olacaq. 18 newton demirsiniz. Məsələn, deyirsiniz ki, heç 18 olmasın. Bu olsun 9 newton, bu da olsun 9 newton. Və ya istəyirsiniz, bu olsun 10 newton, bu olsun 8 newton, fərqi yoxdur. Yəni, əsas odur ki, cəmlə eləsin, 18 eləsin. Gəldik 4-cü sualda deyir ki, dinamometrdən asılmış cisim suyun daxilində sükunətdədir. Şəkildəki dinamometrin göstəricisi və cisimə təsir edən ağırlıq qüvvəsi göstərilib. Dinamometrin göstəricisində olub-olmadığını müəyyən edin və cavabınızı əsaslandırın. Birincisi, cisim əgər sükunətdədirsə, demək ki, ona təsir edən əvəzləyici qüvvə 0-a bərabər olmalıdır ki, bu cisim nəsin? Sükunətdə olsun. Biz baxırıq ki, bu cisim özünün ağırlığı nə qədərdir? Mərkəzdən aşağı göstərilən qüvvə ağırlıq qüvvəsi olur da 2,5 newtondur və dinamometrin göstəricisine baxanda onu da görürük ki, o da 2,5 newtona bərabərdir. Bax, bir isə. Bəs mən onlardan 2,5 olduğunu bilirəm. Biz 7-ci sinif mövzusunda bir bölgünün qiymətinin tapılmasını keçmişdik cihazın. Cihazın bir bölgüsünün qiymətini tapmaq istəyirəmsə, 0-dan 1-i götürərəm və ya istəyirəm 1-dən 4-ü götürərəm, fərqi yoxdur. 1-dən çıxırdım 0-ı, bölürdüm onlar arasındakı bölgülərin sayına. 1 ilə 0-ın arasında 1, 2. 2 dənə bölgü var. 2-yə bölürəm, o da neçə eləyir? 1-dən 0, 0,5 eləmiş olur. Yəni, bir bölgünün qiyməti 0,5-dir. Onda bu da 2 ilə 3-ün arasına düşüb deyir, tam ortaya düşüb deyə neçəyə bərabər olacaq hələ? 2,5 newtona bərabər olacaq. İndi, ağırlıq qüvvəsi də 2,5 newton, dinamometrin də göstəricisi 2,5 newton. Bu səhvdir. Niyə səhvdir? Birincisi, bu cismə yalnız ağırlıq qüvvəsi təsir etmir. Həm də ki, buna maye daxilində olduğuna görə biz demişik ki, maye və qazlarda olan cisimlərə bir dənə itələyici qüvvə təsir edir ki, bu qüvvə də Arximid qüvvəsidir. Yəni, bu cisimə yuxarı doğru bir Arximid qüvvəsi də təsir edir. Bir Arximid qüvvəsi də təsir edir deyə ola bilməz ki, bu cismin çəkisi qədər elə dinamometrində göstəricisi olsun. Yəni, demişdik ki, cisimlər maye daxilində olanda Arximid qüvvəsi qədər çəkisini eləməlidir, azalmalıdır. Ona görə də burada dinamometrin göstəricisi nədir? Səhvdir.